Xüsusilə də Ukraynadan yana olan, Ukraynanın haqq davasından yana olan insanlar narahatdılar. Çünki beynəlxalq mətbuatda paylaşılmış, ictimaiyyətə çatdırılmış həmin o sülh planında, qeyri-rəsmi əlbəttə ki, Ukraynanı və Ukrayna sevərləri məyus eləyən xeyli müddialar var. Mən əlbəttə ki, həmin bu təkliflər haqqında fikirlərimi sizinlə bölüşəcəm. Həmin o 28 bənddən ibarət olan təklifləri şərh eləyəcəm. Amma ondan əvvəl istəyirəm ki, bu təkliflərin meydana gəldiyi şəraiti biz xatırlayaq. Hansı kontekstdə ABŞ administrasiyası belə bir sülh planını irəli sürüb? Ukrayna son illərdəki ən çətin zamanlarından birini yaşayır. Nədə ifadə olunur bu çətinlik? Onda ifadə olunur ki, Rusiya rəhbərliyi həddindən artıq acımasız bir qərarla çoxlu sayda insanları labüd ölümə göndərməklə, söhbət 100 minlərdən gedir. Artıq elə bu ilin ərzində Rusiyanın geri dönməz itkiləri, yəni birbaşa ölü olaraq cəbhə xəttini tərk edənlər, yəni müharibədən çıxarılanlar və ağır əlilliklə müharibədən tərxis olunanlar 300 min nəfəri keçib artıq. Yalnız bu ilin ərzində. Yəni bu qədər acımasızlıqla Rusları göndərirlər hücuma və böyük bir canlı qüvvə hesabına demək olar ki, bütün cəbhə xətti boyu Rusların hücumu davam edir. Onlar böyük itkilər bahasına olsa da, demək bütün cəbhə boyu hücumdadılar və az da olsa irəliləyirlər. İndi son vaxtların əsas diqqəti Pokrovsk ətrafındakı döyüşlərə yönəlmişdi, amma son vaxtlar Zaporojye istiqamətində də müəyyən irəliləyişləri var Rusların. Xarkov vilayətində, Kupyansk şəhəri ətrafında da müəyyən uğurları var Rusların. Bir sıra başqa istiqamətlərdə də bir daha vurğulayıram, altını çizirəm. Olduqca böyük itkilər bahasına Ukrayna ordusu igidliklə vuruşur və həddindən artıq böyük itkilər yaşadır Rusiya ordusuna. Amma bütün bu itkiləri gözə alaraq Rusiya irəliləyir və xırda addımlarla da olsa Ukrayna torpaqlarını işğal edir. Hələlik Ukrayna bugünkü gücü ilə bu hücumu durdura bilməyib. Biz bu barədə əvvəllər danışmışdıq ki, Ukrayna vəziyyəti dəyişməkdən ötürü nəinki hücumu durdura bilməlidir, əks hücuma getməlidir. Amma Ukraynanın resursları buna çatmır. Demək olar ki, bütün cəbhə boyu, bütün istiqamətlərdə şəxsi heyətin, insanların çatışmaması hiss olunur. Əvvəllər daha çox silah çatışmırdı. Amma indi demək olar ki, silahla bağlı, pilotsuz uçuş aparatları ilə bağlı qıtlıq qalmayıb demək olar ki, amma insan, şəxsi heyət çatışmır. Ukraynanın səfərbərlik sistemi ordunu lazımınca əskərlə təmin edə bilmir. Çünki Ukrayna qeyri-adi bir qərar verib, belə bir özündən dəfələrlə güclü düşmənlə vuruşur və 25 yaşa qədər gəncləri müharibəyə səfərbər etmir. Səfərbərlik yalnız 25 yaşdan sonraki insanları əhatə edir. Yəni 18-25 yaş arası Ukraynada lap azı yarım milyon döyüş qabiliyyətli gənc var. Onlar orduya səfərbər olunmurlar. Növbəti Ukrayna üçün çətinlik nədədir? Ukrayna üçün növbəti çətinlik ondadır ki, çox təəssüf ki, Zelenskinin etimad göstərib bir sıra yüksək vəzifələrə irəli çəkdiyi adamlar sən demə bu ağır müharibə şəraitində korrupsiya ilə məşğul olurdular. Və korrupsiya ilə mübarizə idarəsi onları ifşa eləyib. Düzdür, hələ məhkəmə qərarı yoxdur, amma çox saylı deməli audio yazılar var, video yazılar var və korrupsiya ilə mübarizə idarəsi iddia edir ki, çox ciddi, təqribən 100 milyonlarla dollar vəsaitin mənimsənilməsini nəzərdə tutan korrupsiya işi ifşa eləyib. Və çox təəssüf ki, bu prosesdə bir daha vurğulayıram ki, həm Zelenskinin şəxsi dostları var bu prosesin içində, həm də onun baş nazirin müavini təyin etdiyi yüksək vəzifəli şəxslər var. Və bundan istifadə edib Zelenskinin üzərinə möhkəm gəlirlər. Deməli, Ukrayna hökuməti də zəifləyib. Həm xalqdan dəstəyi nisbətən sarsılıb. Müxalifət ciddi şəkildə Zelenskiyə qarşı hal-hazırda demək faktiki hücumdadır. Radada vəziyyət onun az qalır ki, nəzarətindən çıxsın. Dünya mediasında gündəm olub. Müttəfiqlərin biraz əli soyuyub.
əslində anti-Ukrayna qüvvələrinin əlinə bəhanə düşüb. Təbii ki, Rusiya da bütün gücü ilə xırtdəyə qədər korrupsiyanın içində olan Rusiya indi Ukraynanın korrupsioner imicini yaratmaqla məşğuldur. Etiraf eləyək ki, bu Ukraynaya və xüsusən də şəxsən Prezident Zelenskiyə ağır zərbə vurub və o xeyli dərəcədə zəifləyib və ona görə bu məqamda məhz bir çoxları narahatlar ki, Ukraynanı təmin etməyən bir sülh planına zəiflədilmiş Ukrayna hökuməti, artıq siyasi baxımdan zəifləmiş Prezident Zelenski gedə bilər. Bax, narahatçılıq həm də bu kontekstlə bağlıdır. Nəhayət, biz ABŞ prezidenti Trump'ın hansı məntiqlə bunu elədiyinə də bir işıq salaq. ABŞ prezidenti Rusiya-Ukrayna arasında sülh üçün çox tələsir. O, Amerikanın Ukrayna siyasətini dəyişib. Ona qədər ABŞ Ukraynanın bir nömrəli müttəfiqi idi. Hamıdan artıq yardımı ABŞ edirdi və ABŞ-ın əvvəlki administrasiyasının siyasi xətti Rusiyaya strateji məğlubiyyət yaşatmaq, Ukraynanın qələbəsinə nail olmaq idi. İndi Trump'ın siyasəti belədir ki, o açıq deyir ki, bu müharibə mənim müharibəm deyil və bu müharibəni mən sadəcə humanitar səbəblərdən başa çatdırmağa kömək eləmək istəyirəm. Yəni, insanlar ölməsin, müharibə bitsin. Xüsusi olaraq açığı tərəflərin kimin kimə hansı güzəştə gedəcəyi onun üçün belə görünür ki, xüsusi olaraq maraqlı deyil. Onun üçün maraqlıdır ki, bu sülh baş versin. Və nəyə görə bu sülhə belə çox tələsir ki, sülh tez baş versin? Burada iki səbəb var. Biri strateji xarakterlidir. Yəni, yəqin ki, müxtəlif informasiyalardan eşidirsiniz bu barədə. Son illərdə ABŞ-la Çin arasındakı rəqabət çox kəskinləşib. Məsələn, təkcə bu faktı sizə deyim ki, son bir həftədə ABŞ Dövlət Departamenti 2 dəfə Tayvana silah satışını rəsmiləşdirdi. Bir həftədə 2 dəfə milyardlıq silah satışını həyata keçirdilər. Yəni, Çinlə gərginlik var. Yəqin ki, Yaponiya ilə Çinin arasındakı gərginlikdən də xəbəriniz var. Az qala, belə deyək, müharibə ilə bir-birini hədələyirlər. Yəni, növbəti böyük gərginliyin məhz Sakit Okean hövzəsində olacağı gözlənilir və Amerika açıq demək lazımdır ki, Çinə əsas rəqib kimi baxır, Rusiyanı isə artıq o mövcudluq təhlükəsi kimi saymır. Yəni, o soyuq müharibə illərində əgər SSR idisə ABŞ-ın əsas rəqibi, indi Rusiyaya ABŞ-da bir regional dövlət kimi baxılır. Yəni, o problem yarada bilər Avropa qitəsində, başqa ərazilərdə, amma ABŞ üçün həyatı təhlükə yarada bilməz və ona görə də ABŞ-ın hazırki hakimiyyəti maraqlıdır ki, Rusiya ilə hansısa şərtlərləsə müharibə vəziyyətini bitirsin, Rusiya getsin, özünü bərpa eləməklə məşğul olsun. Çinin Amerika ilə konfrontasiyasında Çinin yanında tərəf olmasın. Baxın, əsas məsələ bu saat indi Amerikanın səylərinin arxasında bu niyyət durur ki, Rusiya Çinlə birlikdə ittifaq yaradıb ABŞ-a və Qərb dünyasına qarşı durmasın, onunla sanki sülh əldə olunsun. İndi biraz kim çox güzəştə gedər, kim az güzəştə gedər, o çox da strateji baxımdan düşünürlər ki, onlar önəmli deyil. Əsas odur ki, bu oyundan çıxsın, həm Ukraynada müharibə bitmiş olsun, həm də bizim Avropadakı müttəfiqlərimiz müharibə ilə şantaj olunmasınlar ki, bizim özümüzün də, müttəfiqlərimizin də diqqətimiz Çinə qarşı rəqabətə yönəlsin. Yəni, bu Amerika dövlət marağı bunun üzərindədir hal-hazırda. İndi mən bilirəm ki, Trump'ın addımlarını bir çoxları tamamilə məntiqsiz kimi qiymətləndirirlər. Hər cür ona qarşı geniş tənqidlər var ona əks olan düşərgədən. Amma istəyirəm biləsiniz ki, belə bir daha strateji olan argument də var onların hərəkətlərinin. Mən onu doğru saymıram. Yəni, mən istədim ki, sadəcə onların hansı motivlə hərəkət etdiyini siz biləsiniz. Deməli, şəxsi baxımdan da Trump'ın marağı var ki, o çox istəyir ki, dünyada sülh yaradıcı bir dövlət başçısı kimi qəbul edilsin. Bilirsiniz ki, o müxtəlif ölkələrin arasında, o cümlədən bizimlə Ermənistan arasında da o sülhlə bağlı birgə bəyanatın verilməsini özünün tarixi xidmətləri kimi qiymətləndirir, tez-tez təbliğ eləyir və o maraqlıdır. Maraqlıdır ki, Rusiya-Ukrayna savaşına da məhz o və tezliklə son qoysun. Deməli, burada bunun şəxsi marağı da var. Ona görə də, deməli, müharibəni tez başa çatdırmaqdan ötürü bu təkliflər irəli sürülür. Və bu təkliflər hazırlanan zaman Trump'ın köməkçiləri
İndi çox güman ki, Vitkov əsas iştirak edib bu prosesdə. O mövqedən çıxış ediblər ki, hal-hazırda münaqişədə zəif tərəf Ukraynadır. Və ona görə də elə bil ki, sülhün baş tutması üçün daha çox Ukraynanın güzəştə getməsini istəyiblər ki, onsuz da Rusiya daha üstün tərəfdir. Biz ondan tələb edirik, o da tabi olmur və bizim ona təsirimiz var, amma o qədər effektiv deyil. Çünki müəyyən sanksiyalar təyin olunub və Rusiya iqtisadi bədəl ödəyir. Artıq Trump administrasiyasının təyin etdiyi sanksiyalardan. Xatırladım ki, Rosneftə və Lukoyla ağır sanksiyalar qoyulub və bu ağır sanksiyaların nəticəsində Rusiya öz neftini $23 hər bareli ucuzuna satır. Və artıq bundan xəbəriniz var ki, hətta ən aşağı qiymət Rusiya neftinin bu günlərdə olmuşdu $1 bareli $36. Yəni çox ciddi şəkildə Rusiya iqtisadiyyatına zərbə vurulur. Amma bu yetərli deyil ki, Rusiya dayansın. Rusiya hələ dayanmır. Və ona görə də münaqişənin zəif tərəfi olaraq ABŞ-ın o belə deyə administrasiyasındakı müəyyən vəzifəli şəxslər düşünüblər ki, onsuz da Ukrayna əraziləri bir-bir yavaş-yavaş uduzur. Bəlkə müəyyən bir daha ciddi güzəştlər hesabına bu müharibə bitsin. Bax, beləliklə bu kontekstdə bu demək təkliflər paketi hazırlanıb. Bu təkliflər paketini mən rast gəldim ki, beynəlxalq mətbuatda da, bizdə də bir mənalı şəkildə Ukraynanın kapitulyasiyası, məğlubiyyət aktı kimi qiymətləndirmələr var. Tam da belə deyil. Əlbəttə ki, Ukraynadan daha çox güzəşt və haqsız güzəşt tələb olunur. Bir daha vurğulayıram ki, mən şəxsən bunun lehinə deyiləm. Bizdən soruşan da yoxdur. Qərarı Ukrayna xalqı verəcək, Avropa Birliyi ölkələri verəcəklər. Amma mənim şəxsi fikrim belədir ki, Ukrayna bu şərtlərlə müharibənin bitməsinə getməməlidir. Və bu barədə danışacağım, fikrimi bildirəcəm ki, Ukraynanın hələ də belə bir potensialı var. Amma deməli, irəli sürülmüş təkliflər də tam da bir mənalı şəkildə bir çoxlarının iddia elədiyi kimi Rusiyanın tələblərinin tam qəbul edilməsi deyil. Burada əslində Rusiyadan da müəyyən güzəştlər tələb olunur. Məsələn, Ukraynanın müstəqilliyi tam olaraq qəbul edilir və Ukraynanın bir Avropa İttifaqı üzvü olan ölkə kimi qəbul edilməsi bəri başdan sazişdə nəzərdə tutulur. Yəni, Putinin əsas dərdi nə idi müharibəyə başlayanda? Torpaq işğalı deyildi ki, Ukraynanı öz nəzarətinə salmaq idi. Amma Ukrayna dövləti faktiki Qərbin bir parçası olacaq. Hətta bu təkliflər qəbul olunsa belə, Avropa İttifaqının rəsmi üzvü olacaq. Düzdür, bu təkliflərə görə NATO üzvü olmayacaq. Amma NATO üzvləri üçün nəzərdə tutulan qaydada Ukraynaya da təhlükəsizlik təminatı veriləcək. Yəni, Ukraynaya yenidən Rusiya hücum eləsə, yenə NATO üzvü olan ölkələr, Avropa İttifaqı üzvü olan ölkələrin hüququ yaranacaq ki, Ukrayna ilə birlikdə Ukraynanı müdafiə eləsinlər Rusiya hücumundan. Yəni, geniş mənada Ukraynanın işğal olunmamış ərazisi Qərblə birlikdə qalır, hətta bu sazişlə də. Bir daha vurğulayıram ki, bu sazişin bu qaydada qəbul edilmə ehtimalını mən yüksək saymıram və irəli sürülmüş təkliflər paketini ümumiyyətlə Ukraynanın maraqlarına zidd sayıram. Amma hətta bu variantda belə deməli nəzərdə tutulur ki, Ukrayna can atdığı Qərbin bir parçası ola biləcək. Avropa Birliyinin üzvü olacaq. Ukraynanın iqtisadiyyatı, infrastrukturu yenidən qurulacaq. Yenə də Qərbin, Rusiyanın pulları ilə, Rusiyanın o doldurulmuş pullarından istifadə olunacaq bu məqsədlə. Avropa Birliyi ciddi pul ayıracaq bu prosesə. ABŞ yaxından iştirak edəcək və Ukrayna bərpa olunacaq. Bunlar da var. Sonra Ukrayna ordusunun deməli sayının məhdudlaşdırılması ilə bağlı müddialar var. Müxtəlif, bilirsiniz, rəsmi deyil bu sənədlər. Mənim burada deyəcəklərim də Reuters'in, Bloomberg'in, Axios'un müxtəlif dünya mətbuatında yayılmış versiyaların üzərindədir. Hələlik rəsmi sənəd yoxdur. O sənəd Zelenskiyə rəsmən təqdim olunub, amma rəsmən yayılmıyor. Deməli, həmin o nüfuzlu beynəlxalq medianın verdiyi rəqəm 600 min nəfərdir Ukrayna ordusu üçün. Ukrayna ordusu üçün 600 min nəfərdən artıq olmamaq məhdudiyyəti gətirilir. Mən xatırladım ki, Rusiyanın könlündən keçirdi ki, Ukraynanın ordusu cəmi 50 min nəfər olsun. Hardan bilirik bunu biz? İstanbul danışıqları zamanı. Yadınıza gəlir, müharibə başlayandan 1-2 ay sonra
İstanbulda danışıqlar başlanmışdı və həmin danışıqlarda Rusiya tələb qoymuşdu ki, Ukraynanın ordusu cəmi 50 min nəfər qalsın. İndi 600 min nəfərdən söhbət gedir. Yeri gəlmişkən müharibə başa çatandan sonra heç Ukraynanın 600 min nəfərlik ordunu da saxlamağa gücü çatmaz. Mən müqayisə üçün deyim ki, bugün Böyük Britaniya, Almaniya və Fransanın üçünün bir yerdə 600 min nəfərlik daimi ordusu yoxdur. Ukraynanın özünün müharibədən əvvəlki ordusu 250 min idi. İndi nəzərdə tutulur ki, təbii ki, indiki 1 milyonu necə saxlamaq olar? Onlar səfərbərlik nəticəsində dövlət büdcəsinin tam 50% orduya getməklə saxlanılır. O azalacaq. Demək istəyirəm ki, yəni tam da o deyil ki, Ukrayna təhvil verilir, təslim edilir. Bu belə də deyil. Ukraynanın ordusu da olacaq, Ukrayna hərbi sənaye kompleksi də deməli inkişaf edəcək. Hətta bu şərtlərlə də. Və ən vacib məsələlərdən biri də Ukraynanın işğal olunmuş əraziləri deməli de facto Rusiyanın nəzarətində sayılacaq, de jure yox. Nə deməkdir bu? Açıq ifadə edeyim də, bu təqribən bizim Azərbaycanın 94-cü ildə imzaladığı Bişkek protokolu kimi bir şeydir. Bax, bunun bənzərini bizim 94-cü ildə Ermənistanla imzaladığımız Bişkek protokolu kimi bir şeydir bu. Torpaqlar əks tərəfin nəzarətində qalır və Ukrayna üzərinə, hər iki tərəf üzərinə demək öhdəlik götürür ki, yeni bir savaş başlatmayacaq, amma torpaqlar hüquqi baxımdan Ukraynanındır. Hətta iddia olunur ki, Trump'ın komandasının təqdim elədiyi deməli bu təkliflər paketində, sülh planında torpaqların müvəqqəti olaraq Rusiyanın istifadəsində olmasına görə hətta Ukraynaya icarə pulu ödənilməsi də nəzərdə tutulur. Yəni sanki müvəqqəti icarədədir. Amma aydın məsələdir ki, bu müvəqqətidir də. Prinsip etibarilə tarixi baxımdan götürsək, Putin də müvəqqətidir, Trump da müvəqqətidir, illər keçəcək, amma heç bir konstitusiya dəyişikliyinə Ukraynada getmir. Avropada heç ABŞ özü də həmin torpaqları Rusiya torpaqları kimi tanımır. Bu demək ki, müəyyən bir müddətdən sonra torpaqları yenidən qaytarmaq şansı da var. Mən burada o layihənin üzərində dayandım ki, onun deməli insanlarda belə bir panik ovqat yaradıb ki, bu doğrudan da Ukrayna üçün məğlubiyyətdir. Amma həqiqətən də Ukraynadan çox ciddi tələblər irəli sürülür bu layihədə. İndi onu deyim mən. Çox ciddi şəkildə Ukraynadan tələblər irəli sürülür. Nədən ibarətdir bu tələblər? Birincisi, Donetskin çox vacib bir regionu var. Deməli, Konstantinovka, Slavyansk demək aglomerasiyası, böyük şəhərlərdir, bir neçə, 4-5 böyük şəhərdir, sənaye şəhərləridir və bütün o Ukraynanın şərqinin müdafiəsinin mərkəzi oradan keçir. Onu bu neçə illərdə Rusiya işğal edə bilmir. İndi həmin ərazilərin bu sülh planına görə döyüşsüz Rusiyaya verilməsindən söhbət gedir. Yəni Zaporojyeda və Xersonda Rusiya hələ də işğal edə bilmədiyi vilayət mərkəzləri və digər ərazilərin işğalından vaz keçir. Yəni baxmayaraq ki, Rusiya da güya öz aləmində konstitusiya daxil edib ki, onlar Rusiya ərazisidir. Amma Donetsk vilayətində işğal olunmamış və əsasən Ukrayna müdafiəsi üçün son dərəcə önəmli olan bir regionun bütün Pokrovskda, deməli Dobropolyada, Konstantinovka, Slavyansk, bunların hamısı, çoxlu liman, başqa böyük şəhərlər var orada. Onların hamısı deməli Rusiyaya güzəştə gedilməlidir. Bu çox ağırlı bir güzəşt olar demək Ukrayna tərəfindən. İkincisi, Ukrayna tərəfindən mən biraz əvvəl izah elədim ki, demək ordunu heç Ukrayna müharibədən sonra istəsə də belə 600 min nəfərlik ordunu saxlaya bilməz. Bu çox böyük xərcdir. Amma bir sazişdə bunu sanki Ukraynaya məcbur elətdirmək ki, sən bundan artıq ordu saxlaya bilməzsən, bu Ukraynanın suverenliyini məhdudlaşdırır. Bilirsiniz, Ukrayna üçün bu çox ağırdır. Yəni bu qədər itki ver, aslanlar kimi savaş, 100 minlərlə demək ki, oğulların vətən uğrunda ölsün, axırda da hansısa bir öhdəlik götür üzərinə ki, bu qədər artıq ordu saxlaya bilmərsən, niyə görə Rusiyanın xətrinə dəyər? Yaxud uzaq mənzilli raketlər burada yerləşməsin, Rusiyanın xətrinə dəyə bilər. Bunlar hamısı çox ağırlı güzəştlərdir. Açıq Ukraynaya bunu qəbul etdirilsə, bunlar çox ağırlı bir güzəştlərdir və Ukraynanı haqsızlıqdır bu. Ukraynanın öz torpaqlarını nəinki bir hissəsi zorla ələ alınır. Zorla ələ alınmayanların da xoşluqla verilməsini Ukraynaya təklif eləmək əlbəttə ki, səhv bir məsələ ola bilər. Eyni zamanda Ukraynanın
qarşısına NATO'nun qapılarını bağlamaq, NATO üzvü olmayacaqsan və bununla barışmalısan və Ukrayna bunun seçim Ukrayna xalqınındır və NATO üzvlərinindir. Rusiyanın niyə belə bir eksklüziv hüququ olmalıdır? Ən vacibi açığı burada işğalçıya güzəşt var. Bilirsiniz, burada şəxsən mənim üçün ən önəmli məsələ budur ki, cəngəllik qaydaları ilə, gücü ilə, ordusu ilə özünün deməli bu qaydasız döyüşünü dünyaya qəbul etdirən Putin rejiminə bir güzəşt var burada. Deməli sən güclüsənsə özündən zəifləri işğal edə bilərsən. Torpaqlarını onun özünə tabe elətdirə bilərsən. Bacarsan hətta gedib indi belə çıxır ki, Ukraynada hökumət də dəyişə bilərdin. Yəni yaxşı ki ona gücü çatmadı Rusiyanın. Yaxud indi orada o hərbi cinayətlər törədilib. Bəşəriyyət əleyhinə cinayətlər törədilib. Onlardan vaz keçilməsindən söhbət gedir. Yəni bunlar çox ağırlı güzəştlərdir Ukraynaya qarşı və mənim hissiyatım deyir ki, Ukrayna bunlara getməyəcək. Zelenski artıq çox təcrübələnib diplomatik olaraq, ona görə birbaşa yox deməyib. Deyib ki, mən bu danışıqlarını davam elətdirəcəm və ABŞ-la səmimi şəkildə bu danışıqları ədalətli sülh üçün davam etdirəcəm. Konkret bu təklifləri qəbul edirəm deməyib. Amma eyni zamanda qapını da çırpmayıb ki, mən belə təklifi qəbul eləmərəm, o uzadıb prosesi. İndi nə qədər bu prosesi uzada biləcək o və hansı şərtlərini bura qəbul etdirə biləcək? Biz bilirik ki, Zelenskinin belə bir yaxşı təcrübəsi olduğu nadir metallarla bağlı yadınıza gəlirsə, ABŞ-ın birinci layihəsi Ukraynanın maraqlarına heç uyğun deyildi. ABŞ-ın o maliyyə naziri gəlmişdi, bir mənalı şəkildə Ukrayna ilə bağlı, belə deyək də, Ukrayna üçün o qədər də qəbul edilməz olan bir layihə təqdim eləmişdi. Amma sonra gördünüzmü, onu Zelenski diplomatik yolla elə bir mərhələyə gətirib çıxardı ki, o saziş sonda elə ABŞ-ın da, amma həm də Ukraynanın da maraqlarına uyğun olduğu nadir metallarla bağlı. Ona görə mən ümidvaram ki, Zelenski Ukraynanın maraqlarına zidd olan bu ağırlı güzəştlərə getməyəcək. Amma açıq deməliyəm ki, bu gün o güzəştlərə getməmək də çarə deyil. Bilirsiniz, indi məsələn mən də istəmirəm ki, işğal olunmamış Donetsk ərazilərindən Ukrayna çıxsın. Amma əgər Ukrayna, onun Avropalı müttəfiqləri, artıq aydındır ki, ABŞ prosesdə bir mənalı şəkildə Ukraynaya kömək eləmir. Amma Avropalı müttəfiqlərlə birlikdə Ukrayna özü orduda dönüş eləyə bilməyəcəksə, yavaş-yavaş həmin torpaqları da işğal edəcəklər Rusiya. İndiki tendensiya davam eləsə. Ona görə də təkcə yox deməklə, bu bizim maraqlarımıza uyğun deyil deməklə də açığı iş bitmir. Nə olmalıdır? Vəziyyət kökündən dəyişdirəcək addımlar atılmalıdır. Vəziyyəti kökündən dəyişib, yenidən Ukraynanın xeyrinə olan bir situasiya yaratmaq lazımdır. Və mən hesab edirəm ki, belə bir imkanlar əslində var. Ukrayna başda prezident Zelenski olmaqla çox ciddi siyasi iradə nümayiş etdirsə, bu çox ağırlı, hətta təhqiramiz güzəştləri rədd eləyə bilər və təzədən o belə deyək, qamətini düzəldib Rusiyanın qarşısında Ukraynanın ərazi bütövlüyünü müdafiə eləmək xəttinə qayıda bilər və döyüş meydanında da öz gücünü nümayiş etdirə bilər. Buna hələ ki real imkanlar qalır.